Deməli, belə bir ifadə verilib. X-in qiymətini tapmaq tələb olunur. Gəlin bu ifadənin qısa yolunu izah edim. Deməli, 4-ün üzərinə belə bir ifadə gəlinib, bizə 6 verilib. Biz bilirik ki, 4-ün üzərinə neçə gəlsə 6 eləyər. Aydındır ki, 4-ün üzərinə mən 2 gəlsəm 6 eləyər. Deməli, 10 bölünsün x plus 3-ün qiyməti bizə verir 2. Aha. İndi onu neçəyə bölsəm 2 eləyər. Deməli, x plus 3-ün də qiyməti 5 imiş ki, onu 5-ə böləndə 2 eləyir. Aha. Deməli, x plus 3-ün də qiyməti bizə verir 5. İndi normal tənlikdir. X-in üzərinə 3 gəlmişəm 5 eləyib. X də buradan neçə eləyər? 2. Deməli, ifadəmizin qiyməti, yəni x-in qiyməti oldu 2.